Gördüğünüz gibi Çin çayı kenarında dayanmışıq. Çin çayı Şəki rayonunun en büyük ve eyni zamanda Azərbaycanın, hətta dünyada tanıdığımızına göre məlum olan çaylardan biridir. Bu çay öz başına Böyük Qafqaz dağlarının yanı təpəsilərindən, Çaxıl dağı ve Qafqan dağlarından götürüb, dar, yağış, buzlaqlarla ve yeraltı sularla qidalanır bu çay. Ve selli çay olduğu için gördüğünüz kimi ətrafında beton bəndlər çəkirlər ki, kəndə sel düşməsin. Eyni zamanda tez-tez sel gəlib burada nəqliyyatın gediş-gəlişinə maneçilik törətdiyi üçün 2005-ci ildə dövlətimiz bu körpünü salmış ki, əhalinin gediş-gəlişi yaxşı olsun. Sonra çay bir neçə dəfə böyük daşqınlar gətirmişdir, sel hadisəsi yaşanmışdır. Gördüğünüz bu çay 2005-ci illərdə ve 1900-cu illərdə çox böyük sel deməli gətirmiş və çayın gördüyünüz bu yataqla yox, əvvəllər o bir yataqdan axırmış və həm o bir yataqda yatağın qarşısında olan Ağalar kəndi olmuşdu gördüyünüz o bir ildə və həmin kəndi 1900-cu illərdə, 1920-ci illərdə gələn sel tamamilə yıkıb aparmış, onlarla insan selin qurbanı olmuşdur. Bundan sonra çay yatağını dəyişib bu istiqamətdə axmışdır. Və gördüyünüz bütün bu daş, kəsək parçaları hamısı o dağlardan gələn güclü yağışlar nəticəsində əmələ gələn selin nəticəsidir.